Azərbaycanın dövlət müstəqilliyi günü Azərbaycan tarixinin ən mühüm günlərindən biri hər il 18 oktyabrda qeyd olunur. 20-ci əsrin sonlarında Sovet hakimiyyətinin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparır. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir. Konstitusiya aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya aktı 6 fəsil 32 maddədən ibarətdir. 91-ci il oktyabr ayında Azərbaycanın Ali Soveti Azərbaycan dövlət müstəqilliyi haqqında konstitusiya haqqı kabul etti. Ve bu tarih Azerbaycan'ın müstakilliğinin başlangıcı günü oldu. 1991-ci il dekabrın 29-da ümumi xalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib. Bütün bu çətinliklərdən keçdik, bütün bu manələrin qarşısını aldıq və Azərbaycanın dövlət müstəqilliyini yaşadırız ve bundan sonra da yaşatacağız. Azerbaycan odlar yurdum benim, sen namusum, gayretim sen vatanım, sen namusum, gayretim sen vatanım. Vətəni adını tut uca, Gurur ile söyle vatanım var. Hər bir qarış torpaq nurlu ocaq, İgid oğul vətəni qoruyar. Uğrunda ölen varsa vətən var. Vətən anadır, biz övladıyıq. vətənə layiq olsaq var olar. Çünkü biz bu vətənin adıyıq.
Salam əziz qonaqlar, tədbir iştirakçıları. Bugün bildiyimiz kimi 18 oktyabr Dövlət Müstəqilliyi günüdür. Bu gün münasibəti ilə sizləri təbrik edirik və tədbirimizi açıq elan edirik. Salam, əziz həmvətənlərimiz, dəhnə cəmaatı, xoş gördük sizi. İcazə verin, qarşıdan gələn müstəqillik günü münasibəti ilə sizin hamınızı səmim qəlbdən salamlayım. Müstəqillik ruhun azadlığıdır. Bu elə bir azadlıqdır ki, elə bir ağaçdır ki, onun meyvəsi qədər dadlı meyvə, onun nəticəsi kimi gözəl nəticə görülməmişdir. Azadlıq abstrakt məhsuldur. Azadlıq mücərrəd məfhumdur. Əllə tutulmaz, toxunmaq olmur, görmək olmur gözlə, şəklini çəkmək olmur, tərəzidə çəkmək olmur. Deməli, mənəviyyatla bağlıdır. Mənəviyyatla bağlı olan şey, təsəvvür edin ki, maddiyyətdən də daha yüksəkdir. Azadlıq əldə edən xalq və ya fərd, şəxs və ya ictimaiyyət özünün bütün potensial gücünü, enerjisini göstərə bilir. Yəni, tamam kamal ondan istifadə edə bilir. Bütün gücünü çölə çıxarda bilir. Amma yarım azad və yaxud azad olmayan xalqlar güc göstərə bilmir. Məsələn, görün azadlıq nə qədər şirindir ki, bir cinayətkarı tutanda deyirlər ki, onu azadlıqdan məhrum etmə cəzası ilə həbsxanaya göndəriblər. Təsəvvür edin, indi həbsxanalarda hər şey var. Yemək, içmək, paltar, geyim, hətta televizor otaqlarda rahat şərait. Lakin heç kim ona can atmır. Ham oradan can tutarmaya çalışır. Səbəb odur ki, orada bir azadlıq çatmır. Hər şey çatır maddiyyət, azadlıq isə çatmır. Və yaxud bir bülbülü qəfəsə salır padşah. Qəfəsdə durur bülbül. Lakin oxumur, aylarla, illərlə ağzını açmır. Elə ki, qəfəsin ağzını açıb çölə bıraxan kimi bir gül budağına qonub cəhcəh vurur. Yəni, azadlıq əldə elədi. Antik dövrlərdən bugünə kimi gəlib çatan və hələ büyündən sonra da olacaq bir münasibət var. Gəlin qayınla münasibəti.
Gəlin nə istəyir? Ancaq azadlıq. Yeməyi də var, geyməyi də var, içməyi də var, gəzməyi də var. Bizə çatmayan şey azadlıqdır ki, onun əlindən qutarsın. Elə ki, ayrılıb özünə ev tikən kimi arada elə bir barışıq olur ki, can bir qəhdə. Deməli, azadlığı çatılmış. Azadlığa çatandan sonra, azadlığı əldə edəndən sonra barışıq gəlir. Lakin azadlıq Azərbaycan ədəbiyyatşünaslığında azadlığın rəmzi misri qılıncdır. Biz uşaqlara da belə deyirik. Yəni azadlıq verilmir, azadlıq alınır. Azadlıq döyüşə-döyüşə alınır. Ona görə misri qılıncdır o rəmzi, simvolu. Biz onu qan bahasına əldə eləmişik. Xalqımız azadlıq əldə edilənə kimi, müstəqillik əldə edilənə kimi vətənin köksündə şəhidlər xiyabanı boyda bir yara açıldı, bir dərd açıldı. İndi çətinliklə əldə olunan şeyi asanlıqla əldən vermək olarmı? Bunun üçün dövlətin ətrafında sıx birləşmək, bu azadlığı qoruyub gələcək nəsillərə çatdırmaq, bax, bugünkü yaşarıdır, bugünkü bizim, sənin, mənim borcumuzdur. Bunun üçün hamı ayıq olmalıdır, dövlət də ayıq olmalıdır. Deyir, bir kişi uzaq bir kənddən inək alır. Alır inəyi, dartı, çəkə-çəkə başlayıb gəlməyə kəndlərinə, yolda gecəyə düşür yolu. Fikirləşir ki, qoy burada yatın, yolun qırağında. İnəyi qoluna bağlayır, yatır ki, səhər durub geçsin. Səhər oyananda gör, inək yox, oğruyurlar. Ha, ora inək, bura inək, şikayət eləyir, kəndə, ora-bura baxan olmur. Axırda padişahın yanına girir. Dərdini söyləyir padişaha, padişah deyir ki, inək oğramanda sən haradaydın? Baxır, deyir, demirəm mi, sən haradaydın? Deyir, mən yatmışdım. Deyir, ha, niye yatmışdın? Bəs niye yatmışdın? Deyir, padişah sağ olsun, elə bildim ki, siz oyaqsınız, ona görə mən yatmışdım. Bu söz padişahı tutur, əmr eləyir ki, onun inəyini tapın verin. Deməli, rəhbər ayıq, sayıq olanda, oyaq olanda, onun xalqı da oyaq olur. Və həmin cəmaat, xalq, bütöv hamı rəhbəri ilə əl-ələ verib, müstəqilliyi qorusa, bizə heç kim lənət oxumayacaq. Gələcək nəsilləri düzgün çatacaq. Amma qorunmasa, əldən verilsə, gələcək nəsillər bizi lənətlə damqalayacaq. Deməli, bu torpaq, bu xalq azadlığa layiq xalqdır. Azadlığa layiq xalqdır. Bizim xalq zəhmətkeş xalqdır, xüsusən öz kəndimizin cəmatı. Mən demişəm, vallahi bu kəndin cəmatının deyini başında heykalını qoymaq lazım. Bu qədər ki, qarışqa kimi işləyib, ailəsini dolandırır. Bu boyda kəndi dövrələsən, hamının işinə vursan, yoxlasan, burada bir nəfər qiriyyəsiz adam tapma olmaz. Az çox hamın var. Təkən tükəm indi o hər yerdə olan şeydir. Doğrudan da bu torpaq azadlığa layiqdir. Ona görə də mən sözümü Musa Yaqubun torpaq şehidi ilə bitirmək istəyirəm. Torpaq müqəddəsdir, torpaq müqəddəs. Gərək yadınızdan çıxmasın bu dərs. O ürək kimidir, satıla bilməz, vətəndir, atadır, anadır torpaq. Odur ilk mayası yoxun varında, soymaz nəfəsi qışın qarında, yerdən ulduzlara uçanların da ümidi torpaqdır, qanadı torpaq. İndiki xamı da, yorğunu da var, o da bir canlıdır, bizdən haqq umar. Bitirər sömbülü iki şahdamar, bir adı zəhmətdir, bir adı torpaq. Diqqətinizə görə minnətlər. Azərbaycan tarixinin ən mühüm günlərindən olan Azərbaycan dövlət müstəqilliyi bugün Respublikamızın hər bir bölgəsində qeyd edilir. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub
Azərbaycan dövlətini yaratmaq imkanı qazandı. 28 may 1918-ci ildə Azərbaycan xalqı Məmməd Əmin Rəsulzadənin başçılığı ilə xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyəti 23 ay yaşadı. İkinci tarihi imkan bir de 70 yıl sonra yaşandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Orada bir yol var uzaqda, o yol bizim yolumuzdur. Dönməsək də, varmasak da, o yol bizim yolumuzdur. Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq Türkiyə Cumhuriyyəti tanıdı. İndi biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik. Əsrlər boyu Azərbaycanın mütəfəkkir adamları illərlə azadlıq, müstəqillik arzusunda olmuşlar. Milli azadlıq, müstəqillik üçün vuruşmuşlar. Amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra günü-gündən çiçəklənir. Sən mənəsən, yurdum, yuvam, məskənimsən, anam doğma vətənimsən, ayırlanmı könüldandan, Azərbaycan, Azərbaycan. Mən bir şəx, sən bir ana, odur ki bağlıyam sana, hangi sənsə, hangi yana, ey üşəm da yuvam, sənsən, elin, günüm, obam sənsən, Azərbaycan, Azərbaycan. Vətən mənim bugünüm, sabahki toy düyünüm. Haqqım var ki öyünüm, Azərbaycan dayanda. Ürəklərdə döyünüm, Azərbaycan dayanda. Hər ölkəyə, hər elə olsun hörmət deyirəm. Vətənidir vətəni, ilk məhəbbət deyirəm. Azərbaycan deyirəm. Azərbaycan, könlüm quşu qanat çalmaz, sənsiz bir an Azərbaycan. Xoş günlərin getməz müdam, xəyalımdan Azərbaycan. Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram. Yaralanmış qəlbim kimi gəldi bir an Azərbaycan. Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə. Abad olub, mülki İran, Azərbaycan. Bisotini inqilabda, şirin vətən üçün Fərhad. Künd vurmuş öz başına, zaman zaman Azərbaycan. Vətən eşqi məktəbində can verməyi öyrənmişik. Ustadımız demiş heçdir, vətənsiz can Azərbaycan. Kurtarmak için zalimlerin elinden rey şumşadını, öz şumşadın. Baştan başa olup algan Azerbaycan. Ya Rab nedir bir bu kadar yürekleri gar etmeyi. Kolu bağlı kalacaktır ne vaktacan Azerbaycan. İgitlerin İran için şehit olmuş evezinden. Dert almışsan, yan almışsan, sen İran'dan Azerbaycan. Evlatların ne vaxtadək tercih eden olacaktır. El ele ver, üsyan ele, oyan, oyan Azerbaycan. Yeter Ferhat, otlarından kül elendi başımıza. Dur ayağa, ya azad ol, ya tamam yan Azerbaycan. Şehriyarın üreyle, seninki tek yaralıdır. Azadlıktır, sana merhem, mənə dərman Azərbaycan.
Ne yapsam koca volkan seninleyim. Ayağa duran zerli boycan seninleyim. Senden geri biz her şeyi görebildik. Senden geri biz her şey, biz hamımız ölebildik. Bu şehriyar haraydır, bu bahtiyar haraydır. Ayağa duran zerli boycan, bunu bize zaman değil. Mezarından baş kaldıran babam değil. Ne Ramı ne, seninleyim, seninleyim Sivas tutam, Külük tutam, Yaba tutam, Kösek tutam, nişanlı el, seninleyim, seninleyim kız atası. Hani nerem, hani sesin, yoksa sen mi yatmışlara, batmışlara, gayretini satmışlara kırlandın? Elim günüm seninleyim, varım yokum seninleyim, şirin yokum seninleyim. Yıkın beni sokatından, atın beni tam altına, edin beni hıncım hıncım, kestirmeyin söz kılıncım. Dedim beni dedim, atın beni tam altına. Bundan da şeker körpeni kim bahsedin? Nese beni, nese seni kim bahsedin? Seninleyim, seninle hep adalet seninleyim. Milli gurur, milli gayret seninleyim. Sefil kuma, göğer yerde bit kayada. Gizli nefret, açık nefret seninleyim. Hayat bizi ey yaradan seninleyim. Ya bilmeden yutut bizi, ya bilmeden hayat bizi, ya yeniden yarat bizi ey yaradan seninleyim. Hayat bizi ey yaradan seninleyim, seninleyim. Yatmış volkan seninleyim. Ayağa duran Azerbaycan seninleyim. Başına aldı duman, göt evladım yaxşı yol. Yanlara verme aman, göt evladım yaxşı yol. Qarabağam, gözəl Şuşam,
Talan oldu, Təbriz dərdi, Dərbənd dərdi yalan oldu, qalx ayağa vətən oğlu. Sən qisas al, qalib zəfər bayrağını zirvələrə çal. Oğul, talandı torpağımız, qaraldı çırağımız, ucalsın bayrağımız, alçalmasın bu millət. Get övladım, yaxşı yol. Çatdı qisas məqamı, pozuldu intizamı, bu xalqın intiqamı qiyamətə qalmasın. Get qardaşım, yaxşı yol. And olsun torpağa daşa, gözlərdən süzülən yaşa. Mən intiqam almayınca, son qələbə çalmayınca, silahımı soyutmaram, evimizə qayıtmaram. And içirəm, and içirəm, and içirəm.
Bir daha bayram mübarek olsun. Ege'den mesleğimde, birinci imanımdı, dünyanın en pahalı, servetinden lezinden, delinden sözleşinden, en büyük öberimde, benim müstakilliğim, bin defa bahadır. Üstündesən, şuurunda üstündəsən, sən bilmənsən, mən bir sənəm, namusunla, qürurunla, inan vətən bircə sənsən, ey vətən qocalma sən, eymə eğilməz qəddini, sən güclü ol, yenilməz ol, bax gör necə, keşiyində durur sənin, yetirdiyin mərd əskərin. Müstəqillik bayramıdır bugün senin Azərbaycan. Xoşbaxt günlər məqamındır, yoxdur sənin Azərbaycan. Bugün sərbəstdir ölkəsən, qonşulardan sürəndəsən. Uğruna bölsərsən, səhvdir sənin Azərbaycan. Dünyaya səs salmadın, şərəflə sən uzaqdan. Dirəkdir hər ağladın, utanmasın Azərbaycan. Şəhərlərimdir şəhər,
Şünaslıq Klubunun müdürü Sadiq Hüseynova veririk. Hörmətli valideynlər, hörmətli müəllimlər, hörmətli kənd rəhbərliyi işlərinə hər birinizə təşəkkür edirəm. Burada iştirak edən uşaqların hər birinə mən təşəkkür edirəm. Şəxsən Ayaz müəllimlərə təşəkkür edirəm, Azər müəllimlərə təşəkkür edirəm. Bugün Əlvida müəllim üzrlü səbəblərdən iştirak edə bilmir, iclasdadır Şəkidə, ona görə mən təşəkkür edirəm hər birinə və Şəki şəhər Mədəniyyət Şöbəsinin müdürü Mirvari xanımın adından şəxsən sizlərə təşəkkür edirəm ki, bizlərə belə gözəl şərait yaradırsınız, bizim tədbirimizdə iştirak edirsiniz. Bugün bu gözəl tədbirdə 2 nömrəli orta məktəbin əməyi böyükdür. Mən Adil müəllim sizlərə təşəkkür edirəm, rəhbərliyə təşəkkür edirəm, şəxsən Zahir müəllimə təşəkkür edirəm. Və bu tədbirin ərsəyə gəlməsində sözsüz ki, səhnə arxası insanlar var. Gülşən müəllimdir, Vəfa müəllimdir, Gülcəhrə xanımdır. Mən şəxsən Gülşən müəlliməyə təşəkkür edirəm. Çox əziyyət çəkim uşaqların üzərində. Bugün burada çıxış edən uşaqların hamısı onun sinifinin uşaqları idi. Təşəkkür edirəm Gülşən müəllimə sizlərə və bir daha Adil müəllim sizlərə təşəkkür edirəm ki, siz şərait yaratdınız ki, bugün sizin məktəbin şagirdləri, uşaqları burada iştirak edədilər, çıxış edədilər. Çox gözəl tədbir alındı, mənə elə gəlir ki. Aparıcı xanıma təşəkkür edirəm. Kəndimizin gözəl oğlanları, bizim Namiq qardaşımız, Namiq müəllim, sizlərə təşəkkür edirəm. Var olasınız deyirəm. Bugün jurnalistlər dəstəsi gördüyünüz kimi sizlərin qarşınızda iştirak elədi. Hər birinə təşəkkür edirəm. Allah Teala heç kəsin əziyyətini itirməsin. Ayaz müəllim, sizlərə dərin təşəkkür edirəm. Mən ilk öncə bu tədbiri nəzərə alanda məsləhət elədim. Ayaz müəllimdən dedi ki, çox gözəl, çox yaxşı. Mənə elə gəlir ki, alındı. Nə çatışmamazlığımız olsa da üzrlü sayın. İnşallah gələcəkdə onları da düzəldərik. Planda gözəl tədbirlərimiz var. Yeni ildə, Novruz bayramında. Mən onu arzulayıram ki, bu klub inşallah ağzına kimi də olsun. Bütün cəmaatımız burada iştirak eləsin, kəndimizin tədbiridir, çox gözəl işdir, mənə elə gəlir ki. Bir daha sizləri Müstəqillik günü münasibətilə dörəkdən təbrik edirəm. Çox sağ olun, valideynlərə təşəkkür edirəm. Var olasınız deyirəm, bayramı mübarək olsun, sağ olun.